Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Xalq artisti Yusif doğum gününü kimsəsiz uşaqlarla keçirib. Sənətçi Ümid Yeri uşaq sığınacağında valideyn himayəsindən məhrum olmuş uşaqlarla bir araya gələrək unudulmaz bir gün yaşayıb. Tədbir zamanı Miri Yusif öncə uşaqlarla birlikdə nahar süfrəsi arxasında əyləşib, onlarla səmimi söhbət edib, arzularını və gələcəyə dair istəklərini dinləyib. Sığınacağın sakinləri üçün xüsusi təşkil olunmuş şənlikdə sənətçi uşaqlarla oyunlar oynayıb, onlara maraqlanlar bəxş edib. Daha sonra o sevilən mahnılarını da ifa edərək uşaqlara əsr bayram ovqatı yaradıb. Doğum günü tortunu uşaqlarla birlikdə kəsən xalq artisti uşaqlara hədiyyələr təqdim edib. Miri Yusif bildirib ki, bu cür xeyirxah tədbirlər onun üçün adi doğum günündən daha dəyərlidir. Ən gözəl hədiyyə bu uşaqların təbəssümüdür. Mən istəyirəm ki, hər kəs imkan daxilində belə uşaqlara sevgi və diqqət göstərsin. Onların da qayğıya, istiliyə və ümidə ehtiyacı var.